Axşamınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. ABŞ prezidenti Donald Trumpın Azərbaycanın Müstəqillik Günü münasibəti ilə göndərdiyi təbrik məktubu yüksək qiymətləndirilir. Bu barədə Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü senator Steve Dainsi qəbul edərkən bildirib. Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sərhədlərin demarkasiyası prosesi yerində dayanmır. Baş nazirlərin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və çalışmağa davam edir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, son razılaşmalara əsasən demarkasiya Ermənistan, Gürcüstan, Azərbaycan sərhəddindən bir qədər aşağıda davam edəcək və danışıqlarla həll yollarına nail olmağa çalışılacaq. Bugünə olan xəbərlərimiz bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.